Deməli uşaqlar, bugünkü dərsimiz bir məhsullu təhriklər və məsələlərə aid olacaq. Biz ta ibtidai siniflərdən bəri bir məhsullu təhriklər haqqında müəyyən məlumatlarımız var. Bir məhsullu təhriklər deyəndə biz başa düşməliyik ki, dəyişən neçə dənə ola bilər orada? Bir dənə dəyişən varsa, o zaman bir məhsullu təhrik deyərik də buna. Ümumiyyətlə tənlik anlayışında bizə nə tələb olunacaq? Həmin məhsulu bizdən tapılması tələb olunacaq. Bir neçə sadə nümunələr göstərək. Məsələn, olsun 3x bərabərdir 9. Ən sadə halda. X nəyə bərabərdir? 9 bölünsün 3, x də bərabərdir 3. Buradan biz nəyi başa düşdük? 3'ü biz nəyə vuranda 9 eləyə bilər də, düzdürmü? Həmin x-i tapmaq üçün onda vurmadır bu. O tərəfə keçəndə nə olacaq? Bölümü olacaq. Və yaxud 2x plus 8 bərabərdir 24. 2x bərabərdir 24 çıx 8. 2x bərabərdir 16. X bərabərdir 16 bölü 2. Bu qədər uzun yazma əlbəttə ehtiyac yoxdur, amma x bərabərdir nəyə? 8-ə. X-in qiymətini, yəni məhsulu biz gətirib burada yerinə qoysaq, 2, 8-in 16, üstünə də 8 gəldir, neçə elədir? 24. Bu təhrikləri biz aşağı siniflərdən, yəni bilməyənimiz yoxdur da. Ən əsas məsələ gələk bugünkü mövzunun hissələrinə. Bir məhsullu təhriklər bölünür xətti təhriklər var, kvadrat təhriklər var, irrasional təhriklər var, modullu təhriklər var, rasional təhriklər var və s. və ilaxır. Onun üçün ən başda nəyi öyrənəcəyik? Xətti təhriklər. Yəni az öncə yazdıqlarımız onsuz da nə idi? Xətti təhriklər idi. Uşaqlar, xətti təhriklər bu şəkildədir. AX plus B bərabərdir 0. Yaxud biz bu şəkildə yox, daha rahat olması üçün bu şəklə gətirə bilərik. AX bərabərdir 5 şəkildə. Bunun üçün bir neçə hal mövcuddur uşaqlar. Birinci halda A bərabər deyil 0-a. Yəni A 0-dan nədir uşaqlar? Fərqlidir. B neçə olur olsun mənə maraqlı deyil. Təkcə onu bilirlər ki, A 0 olmasın. İkinci hal A bərabər olsun 0, B də bərabər olsun 0. Üçüncü hal A bərabər olsun 0, B fərqli olsun 0. Bir bu həlləri nə edəcəyik biz? Araşdıracağıq, görək neçə həlli var. Əvvəlcə burada neçə həlli olub olmadığını bizə hələ ki maraqlı olmasın da. Biz deyilən şərtlərə uyğun nə edək? Təhriklər quraq və yoxlayaq. AX bərabərdir B təhrikindədir. A 0-dan fərqli olsun. Məsələn, A-nın yerinə nə yaza bilərəm? 1. Biraz fərqli ədəd yazaq da. 5 olsun, yaxşı. Olsun 5 vur x bərabərdir. B-ni yerinə 0-da yaza bilərik, 0-dan fərqli ədəddə yaza bilərik. Nə yaza bilərik uşaqlar? 6. 5x bərabərdir 6. Onda x bərabərdir nəyə? 6 böl 5. Yəni x bərabərdir 1 tam onda neçəyə? 2-yə. Təhlilin neçə həlli oldu? 1 həlli oldu. O da 1 tam onda 2. O zaman gəlin bir dəfə də 0 yazalım. 0-dan fərqli. 5x bərabərdir 0. X bərabərdir 0 böl 5. X də bərabərdir nəyə? 0-a. Yenə gördüyümüz ki, təhlil yeganə həlli oldu. Onsuz da xətti təhriklərin birdən çox həlli ola bilməz. Niyə ola bilməz? X-in üstü nədir? 1-dir də, düzdür? Bunun bir kökü ola bilər. Düzdürmü? 2 kökü ola bilməz. Yaxud da ki, birdən əgər çox həlli varsa, artıq bu sonsuz sayda ola bilər. Bunu da indi araşdıracağıq. Deməli, 2, 3, 5 və yaxud neçəsə həlli mümkün deyil. Ya bir həlli var, ya nədir? Sonsuz sayda həlli var. Gəlin, onda nə yazacağıq bura? 1, üzrlü say aşağı yazacaqdır. Aha, neçə həlli var? Bir həlli var. Deməli, A 0-dan fərqli olan hal üçün neçə həlli oldu? Bir həlli. Gəlin, bura nə yazaq? Birinci üçün yazaq da, düzdürmü? Onda gəlin ikincini araşdıraq.
A sıfırdır, B'de sıfırdır. Onda A'ya ne yazacağım? Sıfır. Sıfır vur X bərabərdir sıfır. En maraqlısı budur. Bərabərliyin sağ ve sol tərəfi sıfırdır. Gəlin X-ə mənfi sonsuzdan müsbət sonsuza istənilən həqiqi ədədlərdən yazaq. Nümunə deyir uşaqlar. Mənfi 5. Doğru. Mənfi 5 yazdıq. 0 mənfi 5'ə vurdum neçə elədi? 0 bərabər 0. Doğrudur? Doğrudur. Doğru. Doğrudur. 0 vurulsun. Bir başka. Doğru. 4. Bərabərdir nəyə? 0. 0 bərabər 0. İxtiyar bir ədəd seçsək nə olacaq? Sonsuz sayda həlli olacaq. 0 olacaq. Onda A da 0, B de 0 olanda nə oldu? Sonsuz sayda həlli var. Düzdür mü? Gəlin keçək buna. Uşaqlar, üçüncü şərtimizə diqqətlə baxaq. A'nın yerinə nə yazacağıq? 0. Onda 0 vur X, B'yə 0'dan başqa istənilən ədəd yaza bilərəm. 0 yazsam artıq ikinci şərt olacaq. Düzdür uşaqlar? Yaxşı. 0 vur X bərabərdir 5. X'in yerinə istənilən ədəd yazsam nə olacaq? 0 nəyə vursam 0'dır mı? 0 bərabər ola bilərmi 5'e? Xeyr. Yaxşı, bir başqa ədəd yazaq. 0 vur X bərabərdə olsun mənfi 4. 0 vurdum 0 elədi. Mənfi 4'ə bərabər ola bilərmi? Xeyr. Həlli var mı uşaqlar? O zaman A 0 olanda B 0'dan fərqli olanda nədir? Həlli yoxdur. Həlli yoxdur. Yaxşı. Gəlin, buna aid test kitabından burada toplulular neynə? Nümunələr götürək yazaq. Bu hissə nə olsun, qalsın yerində. Bu hissəni silək və buraya yazaq. Deməli uşaqlar, 11-ci tapşırıqda bizə deyir ki, AX çıxılsın 5'də 4 X bərabərdir B çıx 3. Deyir ki, A və B parametrlərinin hansı qiymətində tənliyin kökü yoxdur. Kökü yoxdur demək nəyi yoxdur? Həlli yoxdur. Yoxdur. O zaman, baxın, A demək nəyin əmsalı deməkdir? X-in deməlidir. A-nı şablon şəkildə əzbərləmək lazım deyil. Onda burada nəyi çıxardaram möhtəricə xaricinə? X. X-i çıxartdım, nə qaldı? A çıxılsın 5'də 4 bərabərdir B çıx 3. Uşaqlar, həlli olmaması üçün hara 0 olmalıdır? X 0 olmalıdır. X həldir. Baxın, həlli yoxdur haradır? Bura. Nədir? X'in əmsalı nə olacaq? 0. Bəs bura? Sıfırdan fərqli. Onda yazaram A çıxılsın 5'də 4 bərabərdir nəyə? 0'a. B çıx 3 isə fərqlidir nədən? 0'dan. Onda A bərabərdir 5'də 4. B də bərabərdir nəyə? 3'ə. Daha doğrusu B fərqlidir 3'dən. Deməli, bunu da yazaqda 0,8 yazmasaq da olar. Deməli, A-nın 0,8, B-nin isə 3'dən fərqli qiymətlərində bu tənliyin neçə həlli var? Həlli yoxdur. Amma diqqət elədiyimiz məqam nədir? Baxın, B çıx 3'ə də, bura 3 yazsam, nə olacaq? 0 bərabər 0 bərabərliyini ödəyəcəkdi və sonsuz sayda nə olacaqdı? Həlli olacaq. Deməli, A'dır, B'dir. Bunları şablon şəkildə əzbərləmək lazım deyil. A deyəndə X'in əmsalı ya da düşür. B deyəndə isə sərbəst ədəd da düşür də. Düzdür mü? Silin buranı. Bir başqa nümunəyə baxaq. Bu tənliyin həlli yoxdur. Birində yazaq tənliyin sonsuz sayda həlli olsun. 8-ci tapşırıqda uşaqlar. 2 vurulsun 5AX çıxılsın 4 bərabərdir 5 vurulsun mənfi X plus A
üstə gəl a çıx 5. Deməli 2 vur 5 ax minus 4 bərabərdir 5 vur mənfi x plus a çıx 5 bəli düzgün qeyd eləmişik. Deyir ki, uşaqlar sonsuz sayda həlli var. Sonsuz sayda həlli olması üçün x-in əmsalda 0 olmalıdır. Sərbəst həddimizdə nə olmalıdır? 0 olmalıdır. Dəyişənsiz həddimizdə 0 olmalıdır. İndi bu halda biz buna baxa bilmərik. Onda x-ləri hara yığaq? Sola yığaq. Sərbəst hədləri yığaq sağa. Bunun üçün nə etməliyik? Vurub açmalıyıq. Düzdür ifadəni? 2-ni 5 ax-ə vurduq neçə elədi? 10 ax. Çıxılsın neçə? 8. Bərabərdir. Mənfi 5x. Üstə gəlinsin 5a. Üstə gəl a. Çıx neçə? 5. Düzdür? İndi uşaqlar, x-ləri hara yığacam? Sola. Oldu 10 ax. Üstə gəl 5x. Bərabərdə. X qalmadı bu tərəfə yığmaq. 8-i atsam ora. Uşaqlar 5a bu da a. Neçə elədi? 6a. 8-i keçsək o tərəfə. 8 çıx 5. Neçə elədi? Plus 3. Düzdür? Sonsuz sayda həlli var. İndi nəyi çıxartmalıyam ötərizə sayısı? X-i. Onda oldu 10a üstə gəl 5 vurulsun x. Uşaqlar fərqi yoxdur. X vuruqda sonda gəlsin, əvvəldə gəlsin. Bərabərdir 6a üstə gəl 3. Sonsuz sayda həll olması üçün nə olmalıydı? Bərabər. Hər iki tərəf nəyə getməlidir? Baxın bura. Sıfıra. A demək nə deməkdir burada? 10a plus 5 deməkdir. Düzdür? B demək nə deməkdir? 6 üstə gəl, 6a üstə gəl 3'dür. Bu da 0 olmalıdır, bu da 0 olmalıdır. Onda 10a bərabərdir mənfi 5. A bərabərdir mənfi 5'i nə oldu? Mənfi 0,5. 6a bərabərdir mənfi 3. A bərabərdir mənfi 3'i 6'ya bölən neynədir? Yenə mənfi 0,5. Deməli, A'nın gördüyünüz kimi burada hərsi üst-üstə düşdü. A'nın 0 mənfi 0,5 qiymətində deməli bu xətti tənliyin neçə həlli var? Sonsuz sayda həlli var. Bir sözünə baxın. Oldu burada 0 vur x bərabərdir nəyə? 0. 0'ı nəyə vursan 0 eləyəcək. 0 bərabərdir 0 bərabərliyi neynəyəcək? Ödəmiş olacaq. Aydındır uşaqlar. Keçən bir başqa. Üçüncü. Deməli, baxmalıyıq bir həlli olsun, düzdürmü? Sonsuz sayda həllə baxmışıq, həlli yoxdura baxmışıq, bir həllinə baxaq. Sonsuz sayda həlli var, tənliyinin sonsuz sayda deyir, sonsuz sayda yoxdur uşaqlar deyəsən. Burada ya tapa bilmədim uşaqlar, ya özümüzdən yazaq onu. Diqqət. A çıxılsın 2. Daha doğrusu ax çıxılsın 2x minus 8 bərabərdir 0. Deyir ki, A'nın hansı qiymətində tənliyin bir həlli var. Uşaqlar, bir həlli olması üçün tənlikdə nə olmalıydı? A fərqlidir nədən? 0'dan. Bitti. Onda burada nəyi çıxardım ötərizə qarşısına? X'i çıxartdıq, A çıx 2. 8'i də atdım o tərəfə nə oldu? 8. Onda A çıx 2 nə yazım? 0'dan fərqlidir. Bəli, 0'dan fərqlidir. Onda A fərqlidir nədən? 2'dən. Uşaqlar, bəzən cavablarda bunu görmürük, düzdürmü? Necə yazılır onda? Mənfi sonsuzluqdan hara qədər? 2'yə qədər. 2'ni almır. Birləşir nədən hara? 2'dən isə müsbət sonsuzluğa. Aydındır uşaqlar. Mənfi sonsuzdan 2'yə qədər, 2'dən müsbət sonsuzluğa. Bax, fikir versin, 2 daxil olmadı. 2'dən başqa nə? Hər şey. Düzdürmü? 2'dən başqa hər şey. Bu xətti tənliklərdir. Hərəsinə aiddir nədir? Bir nümunə qeyd eləmişik. Götürün buranı. Götürün burada Sonsuz sayda həlli var. sonsuz sayda həlli olanı başa düşmədi. Düzdür? Biraz gecə yazmısan söz yox. Bu Bir həlli var. burada bir həlli var da. Bir həlli olanda bax
X-in əmsalı sıfırdan fərqli olmalı. Sıfır ola bilməz. Bax, bura nə yazsaq? 2 yazsam, 2-dən 2 çıxdı, nə oldu? 0. Oldu belə. 0 vur X bərabərli 8. 0-ı nəyəsə vuranda 8 eləyə bilərmi? Xeyr də 0 eləyəcək. 0-da 8-ə nə olacaq? Bərabər olmayacaq. Bərabər olmadığı üçün də həlli nə oldu? Olmayacaq da, düzdürmü? Başa düşdüyünündür. Buranın İnşallah, məncə bu sonsuz sayda falan həllləri boş verək hələ ki. Belə adi bir tənlik yazaq da, düzdürmü? Yazmaq üçün. Deməli, olsun bu. 4x minus 3-ün, diqqət uşaqlar, kvadratı minus 4x plus 3-ün kvadratı bərabərdir nəyə? 96'ya. Uşaqlar, bilirik ki, bu iki həddinin nə idi? Kvadratı. Onda birincinin kvadratı eləyəcək 16x'in kvadratı. Minus hasilin 2 misli 24 neçə? X. Plus 9. Minus mötərizəni açdım. 16x kvadratı plus 24x plus neçə? 9. Bərabərdir 96'ya. Onda 16x kvadratı minus 24x plus 9 mötərizənin qarşısındakı mənfi mötərizənin hər birini çıxılsın 16x kvadratı 24x çıxılsın 9 bərabərdir 96. Uşaqlar 16x kvadratı ilə 16x kvadratı geçsin. Müsbət 9 ilə mənfi 9 geçsin. Oldu mənfi 48. Çünki bunlar cəmləndi mənfilər axı. X bərabərdir 96, X də bərabərdir nəyə? 96-nı 48-ə bölün. Mənfi 2. Uşaqlar, xətti tənlikdən nə lazımsa artıq öyrənmişik. 3 birində həlli yox idi, birində sonsuz sayda həlli var idi, birində isə bir həlli vardı. Bunu öyrəndik, bir də xətti tənliklər uşaqlar. Sadətdə bilirsiniz, ta ibtidai siniflərdən bu tip tapşırıqları işləmişik. Silirəm buraları. Deməli, siz 8-ci sinifdə məktəb tapşırıqlarının kvadrat tənliyi mövzusunu artıq keçmişsiniz. Niyə keçməmişsiniz bala? Keçmişsiniz də 8-9-da oxumursan. 9-da mən keçməmişəm. Deməli, ax kvadratı plus bx plus c bərabərdir 0 şəklində olan tənliklərə biz deyirik kvadrat tənliklər uşaqlar. Kvadrat tənliklər. Ən əsas kvadrat tənlik tanıyaq. Uşaqlar, buna birinci həddə deyirlər, baş həddə deyirlər. Bu ikinci həddir. Bu isə dəyişəni olmayan həddə biz nə deyirik? Sərbəst hədd. Onda bizdən əvvəlcə bir şeylərə baxaq. Bunun əmsallarını soruşsa nə deyəcəm? A-dır, B-dir və C-dir. Baxın, biz tam cəbri ifadələrdə də özdə dedik. Birdən əmsallar cəmi desə, bunları toplayaram. Əmsallar asılı desə, bəs say. Əmsallara, sərbəst hədd əmsala daxildirmi uşaqlar? Bəli, sərbəst hədd dedi ki, dəyişəni olmayan hədd sərbəst hədddir və sərbəst həddə deməli, əmsala nədir? Aiddir. Aydındırmı? Gəlin baxaq. Uşaqlar, kvadrat tənliklər hələ ki, tam kvadrata keçməzdən əvvəl baxaq. Tamam kvadrat tənliklər var, tam kvadrat tənliklər. Deməli, bu üçünün A-nın, B-nin, C-nin hər üçünün iştirak elədiyi tənliyə biz deyəcək tam kvadrat. Amma bəzi hallarda bunlar natamam olur. Natamam necə olur? Yazaq birinci hal. Əvvəla A bərabərdir 0 olsa
A 0 olsa nə olacaq? Bx plus c. Sizcə Bx plus c xətti tənlikdir yoxsa kvadrat tənlik? Xətti tənlik. Onda A bərabər 0 olsa kvadrat tənlik olmaz. Xətti tənliyi var. Tənlik bəli olmaz. Xətt tənlikdə də danışdıq, düzdürmü? Olmaz. Hökmən kvadrat tənlikdə nə olmalıdır? Dəyişənin üstündə 2 olmalıdır. Artıq dəyişənin üstündə 3 olsa belə biz ona kvadrat tənlik deyə bilmərik. Aydındırmı? Hökmən ən yüksək dərəcəmiz nə olmalıdır? Uşaqlar 2 olmalıdır. Onda birinci hal getdi. Baxaq ikinci hala. Uşaqlar bilirik də A fərqlidir nədən? 0-dan. Kvadrat tənliyi var. İndi gəlin B-ni nə edək? B olsun 0. C fərqli olsun nədən? 0-dan. Onda kvadrat tənliyimiz hansı formaya gələcək? Ax kvadratı üstə gəlinsin. C bərabərdir nəyə? 0-a. Kvadrat tənliyi. Düzdürmü? Düzdür. Kvadrat tənlikdir, amma nədir? Tamam kvadrat tənlik. Tam olsaydı B-də iştirak eləyərdi. Gəl ikinci hal üçün bir nümunə yazaq. Görək burada nə baş verir? Tənliyin kökü neçədə nədir və nə baş verir burada? Yazaq. A-mız var. A-nın yerinə məsələn yazıram 2x kvadratı. B yoxdur axı 0. Minus 8 bərabərdir nəyə? 0. Onda 2x kvadratı bərabərdir 8. X-in kvadratı bərabərdir neçə? 4. X1 bərabər. Tənliyin neçə kökü olmalı? 2. X1 bərabərdir müsbət 2. Çünki 2-nin kvadratı 4 eləyir. X2 bərabərdir nəyə? Mənfi 2. Buradan nə öyrəndik? Onda yazaq bura. Əks işarəli neçə kök? 2 kök. 2 kök. Yadımızda qalar. Deməli, B 0 olanda, C qalanda əks işarəli neçə kök olur? 2 kök. Bunu da göstərdiyi burada nümunə ilə. Onda üçüncü hala baxaq uşaqlar. Üçüncü halda uşaqlar A məlumdur, hər dəfə nə olmalı? 0-dan fərqlidir. B də 0 olsun, C də 0 olsun. Buna aydın nümunə yazaq. Necə olacaq? Məsələn, 3x-in kvadratı bu da yox, bu da yox. Bərabərdir nəyə? 0-a. Natamam deyil. Natamamdır da bəs elə natamamlar haqqında danışır da tam kvadratı əlavə öyrənəcəyik. Onda nə olacaq? X kvadratı 0-ı 3-ə bölsəm nə edəcək? 0. X1 bərabərdir 0. X2 nəyə bərabərdir? 0. Uşaqlar, burada deyəcəksiniz, ay müəllim, niyə elə bir dənə 0 yazma bizə kifayət edir? Düzdür? Xətti tənliyin neçə dənə həlli olurdu? Ya bir dənə həlli olurdu, ya həlli yox idi, ya da sonsuz sayda həlli olurdu. Kvadrat tənliyin bir dənə kökü ola bilməz. Ya 2 kökü olacaq, ya da kökü olmayacaq. İndi burada, bax fikir versək, 2 kök var. Kvadratdır. 0-ın kvadratı 0, 0-ın kvadratı 0. 2 dənə daxı. Bunu belə də başa düşək inşallah. X vur x bərabər 0. X bərabər 0, bu x. Bu x də bərabərdir nəyə? 0-a. Deməli, kvadrat tənliyi varsa, orada neçə həll var? 2 həll var, 2 kök var. Amma, baxın, unutmayın, bunu sonra da deyəcəm. Bəzən 2 bərabər kökü yeganə həll kimi sizə deyəcəklər. Yeganə həll deyəndə də nə başa düşməli? Köklər nədir? Eynidir, bərabərdir. Bu fikirləri aydın tutmaq lazımdır. Deməli, uşaqlar, buranı silək və nə yazaq? Tənliyin hər iki kökü nəyə bərabərdir? Kökü 0-a bərabərdir. Deməli, A 0-dan fərqli, B 0, C 0 olunca tənliyin hər iki kökü nə edir? 0-a bərabər olur. Deməli, dördüncü hala baxaq. Yəni A nə olmalıdır? 0-dan fərqlidir, düzdür? Bu səfər B fərqli olsun 0-dan. C nə olsun? Bərabər 0, bəli, belə götürmüşdü tərsi. C bərabər 0.
İndi burada nə olacaq? B oldu. Bunu xəttədikdə S yoxdur, düzdür? O oldu, məsələn, ataq 8x kvadratı plus 18x bərabərdir nəyə? 0. Uşaqlar, ortaq vuruğu nə etməliyik? Möhtərcə xaricini çıxartmalıyıq. X vurulsun, 8x üstə gəlinsin, 18 bərabərdir nəyə? 0. Onda 2 vuruğu hasil 0'dırsa, hökmən vuruqlardan biri nədir? 0'dır. 0 nəyəsə vurmalsan 0 eləsin. Onda x1 nəyə bərabərdir? 0. Baxın, bu x nəyə bərabər? 0. 0 nəyə vursam 0. İkinci halda nə edəcəm? 8x üstə gəl 18 bərabər 0. 8x bərabərdir mənfi 18. 8x bərabərdir, daha doğrusu x bərabərdir mənfi 18 böl 8. Neçəyə ixtisar eləyərəm? 2-yə. 9 böl 4 mənfi ilə. Bu da eləyər 2 tam %25 nə ilə? Mənfi ilə. Düzdür mü uşaqlar? Tənliyin natamam kvadrat tənliklər bundan ibarətdir. A sıfırdan fərqlidir. Deməli, tənliyin kökləri əks işarəlidir. A sıfırdan fərqli, B bərabər 0, C sıfırdan fərqlidir, əks işarəli 2 kök. Əks işarəli deməkdir, 5 mənfi 5, 3 mənfi 3 və s. A sıfırdan fərqli, B 0, C 0, tənliyin hər iki kökü ən rahatı budur. Nə edir? 0'a bərabərdir. Üçüncü halda A da sıfırdan fərqli, B də sıfırdan fərqli, C sıfırdırsa, tənliyin bir kökü nəyə? 0'a bərabərdir. Baxın, üçüncü halda bir kökü 0'a, ikinci isə baxın bərabərdir. Baxın, sonda mənfi S bölünsün A'ya. Niyə? S'miz neçə idi? 18. Üzrü sayım, yuxarısından qarışdırdım. Bəli. Mənfi B bölünsün nəyə? A'ya. Deməli, B'miz neçə idi? 18. Attım o tərəfə oldu mu? Mənfi 18. Böldüm nəyə? Baş həddə, düzdürmü? Aydındır? Baxın, deyəcəksiniz ki, ay müəllim, mən elə bunları həll eləyirəm də, düzdürmü? Niyə mən bu qaydaları əzbər bilməliyəm? Daha doğrusu başa düşməliyəm. Çünki bizə konkret olaraq sualları bu cür qoyurlar ki, məsələn deyir ki, A-nın hansı qiymətdə tənliyin 2 bərabər kökü var və yaxud nədir, və s. və ilaxır. Yadınızda qalacaq bunlar. Bəli. Müəllim, indi burada verib ki, x kvadratı çıxır 8x plus 15 bərabər 0. Müəllim, indi bizdən istəyir ki, müəllim, x1 və x2'nin x1 bir dəfə bölüb x2'yə plus x2'ni də bölüb dəfə x1'ə. Toplayayım müəllim. Aydındır. Sən dediyin çevrilmiş kvadrat tənlikdir V-yetlə. Hesablayıb tapacağıq. Amma hələ ki biz ora çatmamışıq da. Biz natamam kvadrat tənliklərə baxdıq. Kiməsə nəsə qaranlıq qalmazsa keçir. Deməli uşaqlar, ax kvadrat plus bx plus c tam kvadrat tənliyində tənliyin köklərini tapmaq üçün diskriminant tapılır. Əvvəlcə tapırıq, d bərabərdir b kvadratı minus 4ac. x1, 2 bərabərdir, diqqət edin, mənfi b plus minus kök altında diskriminant bölünsün 2 vur a'ya. Düzdürmü? Bəli. Bunun üçün gəlin birini inəyək, tənlik seçək. Elə buradan baxaq. Deməli, necə? Yox, o biraz sadə idi. Biraz fərqlisini seçək. Deməli, bu boyda yerdən bir tane tapa bilmədi.
Neyse baxaq. Olsun x'in kvadratı uşaqlar. Minus 7x plus 12 bərabərdir nəyə? 0'a. Biraz mürəkkəb tənlik. Uşaqlar, olsun 3x'in kvadratı minus 8x plus neçəyə? 5'ə. Bərabərdir 0. Əvvəlcə diskriminantı tapmaq üçün nə edəcəm? B kvadratı, yəni 64 minus 4 vurulsun A, vurulsun nəyə? C'yə. Düzdür? 4AC. Bu da bərabərdir. 4 sur 12, 5, 64. 64'dən 60. 60'ı çıxanda neçə elədi? 4. Diskriminantı neçə tapdım? 4. Sonra yazacağım. X1, 2 bərabərdir. Mənfi B. Onda mənfi B nə edəcək? Mənfi 8 elədi. Müsbət 8. Plus minus kökün altında 4 bölünsün 2 vur neçə? 3. Bu da bərabərdir. 8 plus minus 4'dən kök neçə çıxdı? 2 bölünsün nəyə? 6'ya. Onda x1 bərabərdir. 8, fərqi yoxdur. Birinci plusu yazıram, birini yazım. 8 üstə gəl 2 böl 6. 8'də 2 gəldi neçə elədi? 10. 16'ya böləndə elədi neçə? 3'də 5 və yaxud 1 tam 3'də 2. İkinci halda x2 bərabərdir. 8 çıx 2, birin toplamanı yazın. Böl 6. Bu da elədi 6 böl 6. Bu da neynədir? 1. Tənliyin bir kökü neçədir? 3'də 5. Digəri isə nədir? 1. İndi burada ikinci bir məqama toxunacağım. Ona görə inşallah biraz geç tənlik oradan elə bir tənlik seçdim ki, ikinci bu şeydə öyrənəm. İnşallah kvadrat tənliyin kökləri cəmi əgər 1'ə bərabərdirsə, üzr istəyirəm. Kökləri cəmi əgər 0'a bərabərdirsə, onda tənliyin köklərindən biri 1'ə bərabərdir. Digəri isə, bax fikir verin, mənfi C böl A. Daha doğrusu C böl A'ya bərabərdir. Mənfi yox. 5 bölünsün nəyə? 3'ə. 5 nə idi? 5 C deyildi. C. A da neçədir? 3'dür. Bax, bunu əzbərləyə də bilərsiniz. İstəsəz heç əzbərləməzsiniz. Yəni, tənliyin köklərindən biri 1'dir. İkincisi isə nədir? C bölünsün A'ya bərabərdir. Nə zaman? Tənliyin əmsalları cəmi nəyə bərabər olanda? 0'a bərabər olanda. Bax, fikir verirsiniz. 3, 5, 8, 8'dən çıxdım. Neynədir? 0. İnşallah, bu diskriminantıdır. Amma biz artıq öyrəndikcə çalışırıq diskriminantda kvadrat tənlikdə ən az istifadə eləmək. Çünki vuruqları ayırma ilə də həll eləyə bilirik və s. və ilə axır. Gəlin bu tənlik vuruqları ayırma ilə də yazır. Biz bu tip tənlikləri, hələ kökləri tapa bilməyəndə vuruqları ayıra bilirdikmi? Çox ədəbi üstündə. Tənasüblə, uşaqlar, 3x kvadratı minus nə yazaram? 3x minus 5x plus neçə? 5. Bərabər 0. Birincinin ikinciyə, üçüncünün dördüncüyə nisbətləri. Hər ikisində nə inir? Mənfi 1. Birincidə nəyi çıxardacam? 3x, x çıx 1. İkincidə mənfi 5'i, x çıx 1. Bərabərdir nəyə? 0'a. Onda x çıx 1'i çıxartsam, nə qalacaq? 3x minus 5 bərabərdir nəyə? 0'a. X minus 1 bərabərdir 0. 3x minus 5 bərabər 0. Çünki bilirik də nə olmalıdır? Vuruqlar hökmən nə olmalıdır? 0 olmalıdır. X1 bərabərdir 1 burada. X2 də bərabərdir 5'i bu tərəfə keçirdi, mənfi 5'i. Böldüm 3'ə neynədir? 5 böl 3. Aydındır. Deməli, həm diskriminantla həll eləyə bilərəm, həm nədir? Vuruqları ayırmayın. Amma çalışaq vuruqları ayırma ilə birincilərdə diskriminant əzbərçidir. Biraz beynimiz neynənsin? Güclənsin, inkişaf eləsin də. Düzdür mü? Silin bunu. Buranı silin. İnşallah kvadrat tənliyin həllini öyrəndik. Amma gəlin araşdıraq görək kvadrat tənliyin nə zaman 2 kökü var. Nə zaman
kökü yoxdur. Nə zaman 2 bərabər kökü var və s. və ilə. Deməli, ax kvadratı plus bx plus c bərabər 0 tənliyində. Birinci hal. Uşaqlar, diskriminant böyükdür 0. İkinci hal. Diskriminant bərabərdir 0. Üçüncü hal. Diskriminant kiçikdir 0. Bu tənliyi həll eləmə bir şey də burada, düzdürmü? Burada diskriminantı neçə almışdım? D bərabərdir 4. Neçə dənə kökü oldu? 2 kökü və 2 müxtəlif kökü var. Düzdür uşaqlar? 2 dənə kökü və ikisi də nədir? Müxtəlifdir. Onda diskriminant sıfırdan böyük olanda nə oldu? Yazırıq bura. 2 müxtəlif kök. Üzülü sayı müxtəlif, düzgün keçmədim sözü. Kök düz yazmışam da indi. Müxtəlif nə? Kök. Uşaqlar, diskriminant sıfırdan böyük olanda nədir? 2 müxtəlif kökü. Gəlin onda 2 bərabər kökünü araşdıraq. Görək nə zaman. Bir dənə rastgele tənlik seçirəm burada. Deməli olsun uşaqlar. X kvadratı minus 8x plus 16 bərabərdir 0. Diqqət edin bura uşaqlar. Burada nə var? Gəlin diskriminantı tapaq mı uşaqlar? Diskriminant bərabər. 8'in kvadratı 60'dır. Minus 4ac neçə elədir? 60'dır. Bu da bərabərdir nəyə? 0. Uşaqlar yazım hardan gəldi? Yoxsa ehtiyac yoxdur. B kvadratı minus 4ac. Elə bil ki bu 1'dir də. 4 vur 1 vur 16 60'dır. Gəlin həll edək. x1 2 bərabərdir. 8 plus minus kökün altında 0 bölü neçə? 2 vur 1. Bu da elədir. 8 plus minus 0 bölü 2. x1 nəyə bərabərdir? 8 üstə gəl 0 bölü 2 bərabərdir 4. x2 nəyə bərabərdir? 8 çıx 0 bölü 2 bərabərdir 4. Aha! Nə baş verdi? 2 eyni kök aldı. Düzdürmü? Onda diskriminant 0'a bərabər olanda nədir? 2 bərabər kök. 2 bərabər kök. Uşaqlar, gəlin burada incə bir haşiyə çıxıram. Yeganə həll. Yeganə həll sözü demək 2 bərabər kök deməkdir. Bu sözü eyniləşdirir. Bizdən desə ki, nə zaman kvadrat tənliyin yeganə həlli var? Diskriminant 0'a bərabər olanda. Bizdən desə kvadrat tənliyin nə zaman 2 müxtəlif kökü, üzrlü sayın, 2 bərabər kökü var, diskriminant 0'a bərabər olanda. Baxın, yeganə həll sözünün 2 bərabər kök eyni. Gəlin onda birində silək, diskriminant 0'dan kiçikdir üçün neyniyə yazaq. Silim. Saat neçədir uşaqlar? 35 dəqiqə. 35 dəqiqə çoxdur. Lazım ola bir yarım saatda qalarıq. Elə deyil. Bəli, halal. Deməli uşaqlar, diqqət. Bir dənə kvadrat tənliyi yazıram. 3x kvadratı minus 4x plus 15 bərabərdir 0. Diskriminantı tapaq uşaqlar. Neçə elədir? 16, 4'ün kvadratı. Çıxılsın. 3, 15'in 45. Bu da kifayətdir. 5 olsun da rahat. 3, 5'in neçə? 15. 4, 15'in neçə elədir? 60. Bərabərdir neçə? 16'dan 60 çıxanda neçə qaldı? Mənfi 44. Hələ heç nədə xəbərim yoxdur uşaqlar. Nə edirəm? Başlayıram da yazmağa. Diskriminantı tapdım. Deməli yazıram x1 2 bərabərdir. 4 plus minus kökün altında neçə? Mənfi 44. Bölünsün neçəyə? 2 vur 3. Hələ ağlı başına gəlməyənlər var mı? Nə yazmışam kökün altında? Cüt dərəcədən kökün altında mənfi ədəd ola bilərmi? Onda belə bir tənliyin həlli olar mı? Diskriminant 0'dan kiçik olanda onda tənliyin həlli var mı? Əlbəttə, nə oldu? Həlli yoxdur. Cüt dərəcədən kökün altında mənfi ola bilməz. Aydındır uşaqlar. Diskriminant mənfi ola bilməz. Ha.
Maraqlı təşkil edin. Götürün buranı. Uşaqlar, hər birinə aid bir nümunə yazmışıq. İndi biraz neyniyək? Kitabdan bəzi, daha doğrusu test kitabından kvadrat tənliyin xəttinin araşdırılması. Uşaqlar, birinci sualda deyir ki, 9, sakit uşaqlar, 9y kvadratı minus 4 bərabərdir 0. Uşaqlar, bu nə idi? Natamam kvadrat tənlik. A sıfırdan fərqli, B bərabər 0, C fərqlidir nədən? Sıfırdan. Bir sözlə 9y kvadratı bərabərdir 4, y kvadratı bərabərdir 9-da 4. Uşaqlar, y1 nəyə bərabərdir? 3-də 2, 9-da 4-dən görür. Y2 nəyə bərabərdir? Mənfi 3-də 2, 9-da 4. Dedi axı, C sıfırdan fərqli olanda, B sıfır olanda əks işarəli kök olur, düzdür? İndi bir digərinə baxaq. Deməli, belə bir sualdır. Deyir ki, x-in kvadratı üstə gəlinsin. M üstə gəl 3x üstə gəlinsin modul M çıx 3 bərabərdir 0. Tənliyinin köklərindən yalnız biri 0'dır. Baxın. Yalnız, bax fikir verin. Uşaqlar, səhv yazdım. Yalnız nəyi? Biri 0. Uşaqlar, yalnız biri 0 olanda nə 0 olurdu? Yalnız biri 0. C bərabərdir nəyə? 0. B fərqlidir 0. Belə. A fərqlidir həmişə 0'dan onsuz da. B fərqlidir 0. C bərabərdir 0. Məlumdur burada. Bax, qeyd edilir. A bərabərdir nəyə? 1'ə. B bərabərdir M plus 3'ə. Çünki ikisinin əmsalıdır. C də bərabərdir nəyə? Modul M çıxılsın nə? 3. Onda modul M çıx 3 nə olmalıdır? 0 olmalıdır. Çünki köklərin biri 0'dır, qalanı yox. Digəri yox. Onda yazaram modul M bərabərdir. Daha doğrusu 3, düzdürmü? 3'dən 3 çıxanda 0 eləyir də. M bərabərdir 3, M1. M2 nəyə bərabərdir? Mənfi 3. Çünki 3'ün də modulu 3 eləyir, mənfi 3'ün də modulu nə eləyir? 3 eləyir. Diqqət bura. M-in də, deməli, M-in 3 və mənfi 3 qiymətləri bura nədir? Mümkündür. Yaxşı. Diqqət edin. 3 yazdım, bir də nə yazdım? Mənfi 3, düzdür? 3 yazsam, 3'ün üstünə 3 gəldim, B nədir? 0'dan fərqli. Yaxşı. Bura mənfi 3 yazsam, B-də 0'a gedəcəkmi? Bəli. Olacaq x kvadratı bərabər 0, x1 də bərabər 0, x2 də bərabər 0. İkisi də 0 olacaq. Amma bizə nə deyir? Biri 0 olsun. Biri 0 olması üçün onda M nə olmalıdır? 3 qiyməti. Bunu artıq neynədir? Atdıq. Çünki M-ə mənfi 3 yazsam, burada 0, burada 0, 2 kökü də nə tapmışdıq? 0 olacaq. Deməli, belə bir tənlik var. Buradan bunu yazaq da içsin. Keçək bir yerdə. Deməli, uşaqlar, ax kvadratı plus bx plus 4a bərabərdir 0. A parametrin hansı qiyməti? X dəyişəni yalnız bir qiyməti bərabərlik ödəyər. Deyir ki, A parametrin hansı qiymətində? X dəyişəninin yalnız bir qiyməti bərabərliyi deyir, ödəyər. Deməli, nə var burada? X-in deyir, bir qiyməti ödəsin. Və tənliyin nə kökü olsun? Bir qiyməti ödəmək üçün 2 bərabər kökü olmalı, ya da nə olmalıdır? Xətti tənlik olmalıdır, dediyi bir həlli olması üçün. Onda bəri başdan deyək. A bərabərdir 0 olsa, düzdür? Nə olacaq? 5x üstə gəl
Bu da 0'dır da, düzdür? Bərabər 0, x bərabərdir nəyə? 0-a. Düzdür uşaqlar? Onda x-ə nə deyərəm mən? Daha doğrusu a-ya 0 deyə bilərəm. A-ya mən 0 verdim, xətti tənlik oldu. Xətti tənliyində neçə həlli vardı? 1 kökü var. İndi ikinci hal. Kvadrat tənliyi nə zaman dedi? Bir həlli x-in bir qiyməti deyirsə, yeganə həll deyirsə, 2 bərabər kök deməkdir. Diskriminant nə olanda? 0 olanda. Düzdür? Diskriminant bərabər 0. Diskriminant tapmaq üçün d bərabərdir. Nə? 5-in kvadratı minus 4ac, yəni 4 vur a, vurulsun 4a. Düzdür? Baxın, bu bir sözlə a-nın yerinə nə dayanıb? A dayanıb. B-nin yerinə 5 dayanıb. C-nin də yerinə nə dayanıb? 4a dayanıb. Yani bir A parametre orada x'in kvadratının yanındaki A. Bəli, yox, bu o hərfidir dostum. Həlli. Bu a-ya oxşuyur heç. Görsən? A belə yazılır. Düzdür? Bu o'dur. O kimi görsənir bala bu. Adı da A yazmışam. Bax, x-in yanındakı A hərfidir. Əgər ola bilsin, xəttim yaxşı deyil. Bəs dedik, durduğu mövqedən x kvadratının əmsalı nədir? A-dır. X-in əmsalı 5-dir. Sərbəst hədd burada nə idi? C adlanır. C-nin yerində də nə dayanır? 4A dayanır. Mən ilk başlayanda nə dedim? Dedim ki, durduğu mövqeyə baxmaq lazımdır. Hərflərə baxsaq, baxdıq. Bir dəfə A deyər, bir dəfə Z deyər, bir dəfə T deyər. Dəxil nədir axı? Deməli, bu da nə olmalıdır? 0 olmalıdır. 5-in kvadratı elədi 25 çıxılsın. 4-ü 4-ə vurduq neçə elədi? 16a kvadratı bərabərdir 0. Onda 16a kvadratı bərabərdir 25. A kvadratı bərabərdir 16-da 25. Yenə də A1 nəyə bərabər olacaq? 4-də 5, yəni 1,25-ə. A2 də bərabər olacaq nəyə? Mənfi 1,25-ə də. Çünki mənfi 4-də 5-ə. Neçə həlli? Baxın, A1, 0, A2 bərabərdir 1,25, A3 də bərabərdir nəyə? Mənfi 1,25 nəyə? 25-ə. Neçə qiymətində, daha doğrusu, hansı qiymətlərində plus minus 1,25 və 0 qiymətində yeganə həlli var. Və yaxud da ki, bir həlli var. 2 bərabər kökü var deyə bilərik kvadrat tənliyi üçün, amma xətti tənliyi üçün yox. Burada xətti tənlik, üzr istəyirəm, elə bir araya girdi, baş həddə dəyişən olduğu üçün. Bu belə olsaydı, xətti tənliyə çevirmək olardı bunu? Xeyr. Bəli. Bəli. Sizə bir söz verirəm. Buyur. İndi müəllim, o kəsrdə müəllim, o indi bölmə olsaydı müəllim. Elə bölmə olub, sıfıra bərabər olsaydı müəllim. Necə bölmə olub sıfıra? Kəsir olur müəllim. Hər kəsir x dəyişən oldu da müəllim. Onda gəl yaz, gəl. Gəl yaz göstər. Orada A-nın yerinə məsələn 4 aşı yoxdur. 4 bıraq 1, orada bıraq 4 desin. Necə? A-nın yerinə 1 də yaza bilərik. A-nı indi yaza bilərsən. Yox, başqa 1 ola bilərdi, amma 1 deyil burada. 1 bu dəqiqə yaza bilməsən. A-nın yerinə 1 yazsan, başqa tənlik yaranacaq da 2 bərabər kökü olmayacaq. Beləmə. Bu rasional tənlikdir. Bu kvadrat tənlik deyil də, get bunu keçməmiş ya da. Keçəndə gələrsən. Uşaqlar, ən başda dediyimiz saydığım tənliklər üçün rasional tənliklər vardır. Gördüyümüz kimi çoxhədliyə nisbəti nə idi? Rasional ifadə edir. Rasional ifadəni də sıfıra bərabər eləyəndə nə eləyir? Rasional ifadəni bir-birinə böləndə də nə eləyir? Rasional sıfıra bərabərləsəydi rasional tənlik eləyər də. Bunu həll eləmək üçün gələndə sizə eləyəcəm. Bugün kvadrat tənlikləri izah edilir. Ona görə bölməyə baxmırıq. Böləndə də tərsinə vururdu dostum. Uşaqlar,
ax kvadratı plus bx plus c bərabər 0 tənliyində. Əgər hər tərəfi bölsək a-ya, nə olacaq onda? X-in kvadratı üstə gəl b böl a vur x, üstə gəlinsin c böl a bərabər 0. Buradan uşaqlar b böl a-ya biz deyərik bir p. C böl a-ya əgər desək bir q. Onda kvadrat tənliyimiz nə olacaq? X kvadrat plus px plus q bərabərdir nəyə? 0-a. Diqqət edin. Çevrilmiş, buna biz nə deyirik? Çevrilmiş kvadrat tənlik. Çevrilmiş kvadrat tənlikdə kökləri cəmi x1 üstə gəl x2 bərabərdir nəyə? Mənfi p-yə. x1 vurulsun x2 bərabərdir isə q-yə. Nümunə baxaq. Bu əvvəlcə sizə biraz çətin görsənə bilər. Məsələn, x kvadratı minus 2x minus 8 bərabərdir 0. Gördüyümüz kimi a bərabərdir nəyə? 1-ə. B bərabərdir nəyə? Mənfi 2-yə. C bərabərdir nəyə? Mənfi 8. Məlumdur, çevrilmiş kvadrat tənliyində x kvadratdan çal nə olur? 1 olur da, çünki a-ya bölüblər bunu yazıblar. Onda x1 üstə gəl x2 bərabərdir p. Bura p q ilə əvəz eləmişik. Bura nə olsun? q. Üzülürsən. Aha, x1 üstə gəl x2 nəyə bərabərdir? Mənfi p-yə. Onda mənfi 2-nin mənfisi neçə eləyəcək? Müsbət 2. Ay sağ ol. x1 üstə gəl x2 bərabərdir 2. x1 vur x2 isə nəyə bərabərdir? Birbaşa q-yə mənzək. Uşaqlar, hansı 2 ədəddir ki, toplayanda 2, hasili isə mənfi 8 eləyər. Cəmi 2, hasili mənfi 8. Yox, müsbət 4 mənfi 2. Mükəmməl. Onda x1 görürsünüz nə sağda? x2 də bərabərdir nəyə? Mənfi 2-yə. Hasili q-yə bərabərdir, cəmi isə nəyə bərabərdir? Mənfi p-yə. Bu nəyə lazımdır? Çünki biz diskriminantını tapmaq üçün və ya vuruqları ayırmaca yarım saatlıq yol qət eləyəcəkdik. Amma birbaşa nədir? Tapan kimi görürük də, düzdür? Bir digərini yazaq. Olsun x kvadratı minus 3x plus 2 bərabər 0. Deyən görüm, x1 üstə gəl x2 nəyə bərabərdir? 3-ə. Aha. x1 vur x2 nəyə bərabərdir? Birbaşa q-yə bərabər. 2-yə. Onda hansı ədədlərdir ki, cəmi 3 eləyir, hasili 2? 2 ilə 1. Mükəmməl. 2 və neçə? 1. Bax, biyetin gözəlliyi nədir? Budur. Bax, tənliyə. Baxan kimi də yazıb, çatdır, yerinə yetir. Mənim ora Q yazdılar Q. Ara Q yazın bala. Mənim X1 və X2 orada bərabərdir. 2-də görmürsən. 2 də o. Q da Q yaz. Nə yazmışam bala? Ora Q yazmışlar. Buraya? Bu nədir bala? 2-də, hə. 2-də, hə. Biraz gözünüz sil düzəltiş eləyəcəm. Sən nə dedin yazmışam? Q yazmışlar. Hə, yaxşı. Hə, bax. Gəlin uşaqlar, test kitabına nə inək? Seçək suallar. Bir neçəsinə bir yerdə baxaq. Deməli, rasional tənliklər, modullu tənliklər və irrasional tənlikləri növbəti dərs izah eləyəcəm. Səhvin istəyəcək. Necə? Səhvin istəyəcək. Yox, bu bizim işləyəcəyimiz testdən deyil. Deməli, uşaqlar, deyir ki, 5x kvadratı minus mx minus 8 bərabərdir 0. Tənliyinin köklərindən biri 2-dir. Baxın, tənliyin köklərindən biri 2 deyirsə nə yazın? x1 bərabərdir 2 yazın. Bu hazırdır. Çünki kök deyəndə nə başa düşürük? X-in qiyməti başa düşürük. Digər kökü isə, yox, digər kökünü tapın. Deməli, tənliyin kökü bu ifadəni nəyə çevirməlidir? 0-a çevirməlidir. Tənliyin həlli həmin ifadəni nəyə? 0-a çevirən qiymətə deyilir. Onda nə yazın? 2-ni gətirin, yazın yerinə.
olsun 5 vurulsun 2'nin nəyi? Kvadratı. Çıxılsın m vur 2 və bizdən m'i soruşmur ha, x2'ni soruşur. Çıxılsın m vurulsun 2, çıxılsın 8. Bərabərdir nəyə? 0. Uşaqlar 2'nin kvadratı 4. 5 4'ün 20. Çıx 2m, çıx 8 bərabər 0. Onda mənfi 2m bərabərdir. 20'dən 8 12, 12'ni atdıq bu tərəfə nə oldu? Mənfi 12. M də bərabərdir. Mənfi 12'ni 2'yə böləndə neçə elədi? Mənfi 2, müsbət 6. Bizdən m'i soruşmur uşaqlar. Bizdən soruşulur. İkinci kökü soruşur. Ona görə nə edək? M'in qiymətini gətirək hara yazaq? Yerinə yazaq. Olsun 5x'in kvadratı minus 6x minus 8 bərabərdir 0. İndi yenə bunu neçə halla həll edərik? 2. Vuruqlara ayırma və nə ilə? Diskriminantına. Onda birinci nə ilə yazaq? Diskriminantına. Gəlin diskriminantı tapaq. Olsun 6'nın kvadratı plus, daha doğrusu yazaq minus qaydası ilə. 4 vurulsun 5 vurulsun mənfi 8. Bu da bərabərdir. 36 üstə gəl. Çünki mənfi mənfiyə deyildi. Nə edir müsbət? 196 edir də cəmisi. Eləmi? 196. Yaxşı. Onda x1 2 nəyə bərabərdir? Mənfi b, yəni mənfi 6 neynədir? Müsbət 6 plus minus kökün altında 6 aha 2 vurulsun 5 bərabərdir 6 plus minus 14 böl 10. Uşaqlar x1 bərabərdir 6'nın üstünə 14 gəldi 18 18'i ona böldü neynədir? 1 tamam onda 8 20 üzülürsən 20'ni böldü ona 2 x2 nəyə bərabərdir? 6'dan 14 mənfi 8 mənfi 8'i ona böldü mənfi 0 tam onda 8. Bu birinci usul. İkinci usul elə buradan yerindən yazaq uşaqlar. Neyinirdik? Tənasüb qururduqda A'nın B'yə nisbəti vuruqlara ayırmada. Nə olur? C'nin D'yə nisbəti. Onda 5x kvadrat minus 6x bərabər 0'ı necə yaza bilərik tənasüb kimi? Əgər çətin gəlsə elə diskriminantına yazarsınız. Baxın. 5x kvadratı 6'nı necə parçalayıb, necə yazır? 5x'in 6x'in üstü. Yox, mən tənasüblə yazıyorum. Şeylə birinci mötəzi xaricdən çıxardım mən. Aha, mötəzi nəyə çıxardacaq? 8'də bu tərəfə. 5x kvadratı, düzdür mü? Aha. Bunu yazsaq. 5. Minus 10x plus 4x minus 8 bərabərdir 0. Mənfi 10 üstə 4 gəldi, neynədir yenə? Mənfi 6 elədi. Keçən dəfə də bu biraz çətininiz olurdu bəli vuruqları ayırmada. Baxın, sadəcə işim nədir? Parçalayıram ikinci hissəni, ya dəyişən daxil edib yenə çıxıram. Birincinin ikinciyə nisbəti, üçüncünün dördüncüyə nisbəti. Buradan onda nəyə çıxardaq? 5x'i. Qaldı x çıx 2. Üstə gəlsin, buradan 4'ü çıxarsaq nə qalacaq? X çıx 2 bərabər 0. İndi ikincisindən nəyə çıxardarıq? X çıx 2. Nə qaldı? 5 Plus 4 bərabərdir 0. Onda bir dəfə nə götürəcəm bunu? X minus 2 bərabər 0. X bərabər nə? 2'yə. 5x plus 4 bərabər 0. 5x bərabərdir mənfi 4. X də bərabərdir mənfi 4'ü 5'ə böləndə neynədir? Onda 8 mənfi ilə. Ya diskriminantına yazacağıq, ya da ki nə ilə? Vuruqlara ayırma ilə. İndi hansı rahat gəlsə elə istifadə edərsiniz. Tənliyin kökləri dəyişə bilməz də bala. Yəni nə yolla olur həll eləsən. Deməli uşaqlar x kvadratı plus daha doğrusu minus 5x plus 1 bərabərdir deyir 0 tənliyində x1'in kvadratı üstə gəlinsin x2'nin kvadratını tapın. Bizim burada nədir? Biz yazmalıyıq. Çevrilmiş kvadrat tənliyi gördük ki, nə yazırıq? Bərabərdir 5'ə. Yaxşı, x1 vur x2 nəyə bərabər? 1'ə. İndi kökləri cəmi 5 hasılı 1 olan ədəd tam ədədlərə aid deyil də. Nə də ki, rasional deyil, irrasionaldır. Biz bunu tapılmaqda çətinlik çəkəcəyik.
Ona görə x1 kvadratı üstəgəl x2-nin kvadratını tapmaq üçün müxtəsər vurma düsturlarının köməyindən istifadə eləməli. x1-in kvadratı üstəgəl x2-nin kvadratı yazaram x1 üstəgəlinsin x2-nin çöldən kvadratı minus 2x1 x2. Yəni a plus b-nin kvadratı nəyə bərabər idi? Daha doğrusu a kvadratı plus b kvadratı. A plus b-nin kvadratı çıxılsın nə? 2ab idi də, düzdürmü? Eyni düsturu bura tətbiq edirəm. x1 üstəgəl x2-nin yerinə nə yazacağım? 5. Ay sağ ol. Onda 5'in kvadratı çıxılsın, 2 vurulsun. x1 x2'nin yerinə nə yazacağım? 2 vuraq 1. Bu da elədi neçə? 23. Amma mən ya diskriminantla ya viyetle yazsam mənə viyetle ümumiyyətlə yaza bilməyəcəm. Diskriminantla yazsam nə olacaq? Köklər irrasional olacaq. Və mənim 20 dəqiqəmi aparacaq. Ona görə müxtəsərdən nədir? İstifadə eləmək lazımdır. Bugünlük uşaqlar bu qədər. Növbəti dərsimizdə rasional tənliklər, irrasional tənliklər və modul tənliklərə baxacağıq.